Salam əməkdaş dostlar, bugün istəyirəm sizinlə bu formatda bir video çəkək. Ümid edirəm ki, videoya like edəcəksiniz və kommentlər yazacaqsınız. Kanala da abunə olmağı unutmayın. Ümumən danışmaq istəyərdim ki, bu kriptovalyuta mövzularında mən istəyərdim maksimal şəkildə yeni videolar düzəldim, yeni kontentlər düzəldim ki, daha maraqlı olsun və daha informativ olsun. Bu baxımdan təbii ki, mənə sizin, yəni izləyicinin də köməyi lazımdır ki, siz mənə hansısa bir yardımlar eləyəsiniz ki, mən artıq başa düşüm kontentinə lazımdır və bunun üçün də mütləq şəkildə kommentlər yazmalısınız. Mütləq şəkildə komment mütləqdir. İnanın ki, yəni sizin yazdığınız kommentlərə əsasən gələcək videolar haqqında mən artıq bilirəm ki, nə çəkmək lazımdır və o istiqamətdə də başlayıram fəaliyyət göstərməyə. Ümumən bu kripto işində də bir çoxları soruşur ki, burada qazanmaq olarmı? Təbii ki, burada qazanmaq olar. Qazanmaq olduğu qədər də itirmək də olar. Bunun üçün də siz maksimal şəkildə qazanmağı şansınızı artırmaq üçün öyrənməlisiniz, məlumatlar toplamalısınız və özünüz bilməlisiniz ki, bu bazar necə işləyir və burada alqı, satqı, bu məsələlər necə gedir. Əgər siz bunu baş açmadan və heç bir şey öyrənmədən, yəni özünüzü yormadan, hansısa blogerin sözü ilə, məsəl üçün hansısa bir Telegram kanalının sözü ilə və yaxud hansısa bir, nə bilim, WhatsAppda bir dostluğun məsləhəti ilə girib Bitcoin alsan, sən təbii ki, öz balansını da yandıracaqsan, bir növ belə deyək də özünü də yandıracaqsan. Yəni ona görə amma artıq sən Binance birjasına və yaxud hansısa bir birjadan qırağa çıxırsansa və tradingdən qırağa çıxıb kriptonun artıq daha başqa mövzularını öyrənmək istəyirsənsə, airdrop kimi, nə bilim, InfoFi kimi, mining kimi və yaxud hansısa başqa bir qazanc yolları var ki, hansıları ki öyrənmək istəyirsənsə, bu artıq daha dərin vaxt istəyir səndən. Yəni sən sadəcə trader kimi, yəni girib telefonuna Binance proqramı yükləyə bilərsiniz. Bizim hətta ref kod var ki, hardakı 20% endirim də əldə edə bilərsən, onu da götürə bilərsən təbii ki. Və 20% endirim əldə edərək trade eləyib, yəni normal qaydada Binance birjasında yaşaya bilərsən özün üçün. Yəni sadəcə olaraq heç nə fikirləşmədən, sənin hesabını sındıracaqlar, sındırmayacaqlar, bunu fikirləşmədən trade eləyə bilərsən. Amma yox, sən daha çox bilmək istəyirsənsə və daha dərin məsələlər və sən, məsəl üçün, vaxtın var ki, oturursan kompüter qabağında mövzularla məşğul olsan, onun üçün də təbii ki, artıq sən Binance birjasından qıraqda olacaqsan və yaxud hansısa bir birjadan qıraqda olacaqsan, başqa mövzular öyrənəcəksən və sənin təhlükəsizliyin artıq həm də öz əlində olacaq və sənin, belə deyək də, heç sən bilmədən bu işə girməyin artıq sənin üçün, belə deyək də, problem yaradır və sənin hesabında olan pullar gedə bilər, harasa kimsə oğurlaya bilər və belə məsələlər. Yəni çox qorxuzmaq istəmirəm açığı. Yəni bu ən pis haldadır və bu hallar çox az baş verir və yeni insanlar arasında baş verir. Ona görə də əgər siz yeni bir insansınızsa, məlumatınız azsa, mütləq şəkildə ilk növbədə YouTube kanallardan, həmçinin də mənim YouTube kanalımdan və digər yoldaşlar var ki, videolar çəkirlər maraqlı olan YouTube kanallarından kripto haqqında və yaxud kriptoda olan mövzular haqqında çalışın ki, nələrsə öyrənin, ondan sonra qərar verin ki, kriptoya. İnşallah videonu çox uzatmaq istəmirəm. Video xoşunuza gəlsə like eləyin, komment yazın və kanala da abunə olun. İnşallah ki, yenə də yeni videolar çəkərik.